Müsahibim Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin sədri Əlifzət Əliyevdir. Azərbaycanda insan alveri ilə bağlı vəziyyət necədir? Çünki beynəlxalq qurumlar ciddi tənqidlər səsləndirir. Azərbaycan 2005-ci ildən başlayaraq insan alverinə qarşı mübarizə aparmağa başlayıb və bununla bağlı milli fəaliyyət planı hazırlayıb. Beynəlxalq sənədlərə qoşulub, BMT-nin transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə bağlı konvensiyasına, ona əlavə olunmuş protokollara, ötən il Avropa Şurasının insan alverinə qarşı mübarizə ilə bağlı konvensiyasına qoşuldu. Həmin konvensiyalara öz qanunvericiliyin uyğunlaşdırılması istiqamətində müəyyən tədbirlər görür. Amma beynəlxalq təşkilatlar Azərbaycanda insan alverinə qarşı mübarizənin vəziyyəti ilə bağlı razı deyirlər və tez-tez narazılıqları səsləndirirlər. Bu nə ilə bağlıdır? Birinci, Azərbaycan Respublikasında bu ilə qədər məcburi əməyə qarşı mübarizə olduqca aşağı səviyyədə idi. Bu, beynəlxalq təşkilatları narahat edirdi. İkinci, Azərbaycan az ölkələrdəndir ki, insan alverinə qarşı mübarizə sahəsində insan alverçiləri arasında saxlanılanların heç biri məmur deyil, dövlət qulluqçuları deyil. Halbuki insan alveri cinayətləri bir qayda olaraq başqa ölkələrin təcrübəsinə görə əsasən mütəşəkkil cinayətkar qruplar tərəfindən, vəzifəli şəxslər tərəfindən, sərhəd buraxılış məntəqələrinin əməkdaşları ola bilər, Kömürlük Komitəsinin əməkdaşları ola bilər, polis əməkdaşları ola bilər. Bu kimi vəzifəli şəxslər tərəfindən himayə olunan cinayətlər kateqoriyasına aid olduğuna görə beynəlxalq təşkilatlar narahatçılığını bildirir ki, nə üçün Azərbaycan Respublikasında ayrı-ayrı vəzifəli şəxslər tutulub cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan insan alveri ilə bağlı beynəlxalq hesabatlarda göstərilir ki, həm mənbə ölkəsidir, həm tranzit ölkəsidir, həm də istifadəçi ölkədir. Bunları necə bir-birindən müqayisə edərdiniz? Azərbaycan həm təyinat ölkəsidir, həm tranzit ölkəsidir, həm mənşə ölkəsidir. Çünki Azərbaycan deyək ki, Birləşmiş Ərəb Əmirliyi, Türkiyə, İran kimi ölkələrə Azərbaycan vətəndaşları gedirlər. Amma Azərbaycan Orta Asiya vətəndaşları üçün tranzit ölkə kimi istifadə olunur. Deyək ki, Özbəkistan, Türkmənistan, Tacikistan vətəndaşları Azərbaycan Respublikasının ərazisindən istifadə etməklə İrana, Türkiyəyə, Birləşmiş Ərəb Əmirliyi ilə daşındılar. Eləcə də Azərbaycan bir sıra ölkələri üçün, məsələn, Baltikcan ölkələri üçün, Azərbaycan Orta Asiya ölkələri üçün, Gürcüstan kimi ölkələri üçün, hətta Əfqanistan üçün Azərbaycan qəbul edən ölkədir. Azərbaycan Respublikasının ərazisində insan alveri qurbanları, həmin adını çəkdiyim ölkələrin vətəndaşları insan alveri qurbanlarına çevrilirlər və bununla bağlı çoxsaylı faktlar da mövcuddur. Siz özünüz qeyd etdiyiniz kimi, Azərbaycan sərhədləri vasitəsilə insan alverçiləri işləyir, mütəşəkkil cinayətkar qrup halında işləyirlər və məmurlar cəzalandırılmır. Azərbaycanda ümumiyyətlə bu işlə məşğul olan məmurların təyinatı necədir? Hansı vəzifə sahibləri təxminən məşğul olur və niyə cəzalandırılmır? Əslində, insan alveri cinayətlərinə görə mənəvi, transmilli mütəşəkkil cinayətkar qrup olduğuna görə insan alverçiləri, əslində bu işə görə mənəvi məsuliyyət sərhəd buraxılış məntəqəsinin əməkdaşları üzərinə düşür, Dövlət Kömürlük Komitəsinin əməkdaşlarına düşür, sənədləri saxtalaşdırılmasında şübhəli bilinən, ehtimal olunan daxili işlər orqanlarının üzərinə düşür. Beynəlxalq təşkilatlar da Azərbaycan hökumətindən tələb edir ki, əgər bir şəxs ildə 6 dəfə, 7 dəfə, 8 dəfə adını, soyadını, ata adı dəyişdirilirsə, Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi və qeydiyyat bölməsinin əməkdaşları bu cinayətkar qrupunun üzvləridir və onların cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxıla bilər. Və yaxud da insan bir ildə 2 dəfə ayrı-ayrı adla, soyadla xaricə aparılırsa, gətirilirsə və sərhədçi bunu görməli olduğu halda görmürsə ki, insan başqasının təsiri altında aparılır, başqası tərəfindən müşahidə edilir və hesab edir ki, beynəlxalq təşkilatlar bu hallarda sərhəd xidmətinin əməkdaşları da cinayət məsuliyyətinə cəlb olunmalıdır. İndi biz hüquq mühafizə orqanı deyilik, biz qeyri-hökumət təşkilatıyıq, biz insan alveri qurbanlarına hüquqi yardım göstərən təşkilatıq. Ona görə dəqiq faktları deyə bilmərik, amma çoxlu informasiyalar var və bizim Daxili İşlər Nazirliyi ilə kişicə əlaqələrimiz mövcuddur. Bu məlumatların mübadiləsini aparırıq. Qeyd edim ki, Azərbaycan mətbuatında tez-tez insan alveri ilə bağlı, xüsusilə də cinsi istismarla bağlı məlumatlar dərc edilir ki, filan kafedə, filan yerdə qadınları cinsi istismara məruz qoyan filan kəs həbs edilibdir. Amma geniş məlumatlar verilmir ki, bunlar kimlərdir, neçə nəfər qadını cinsi istismara məruz qoyubdur, xaricə daşınmasında iştirak edibdir, cinayət əlaqələri kiminlədir. Bax, bu sahədə
cinayət, istintaq işlərinin vəziyyəti necədir? Ümumiyyətlə, qruplar saxlanıbdır Azərbaycanda. Azərbaycan 2012-2013-cü ildə insan alverinə qarşı ən yaxşı mübarizə apardığı illər hesab etmək olar. Çünki ilk dəfə olaraq Azərbaycan Respublikası mütəşəkkil cinayətkar qrupları zərərsizləşdirə bilirdi. Azərbaycan Respublikasından İran İslam Respublikasına aparılmış böyük bir qrup aparılmış insan alveri qurbanları müəyyən edildi və onları cinayət məsuliyyətinə cəlb etmiş. Həm Azərbaycan, həm İran İslam Respublikasının vətəndaşları cinayət məsuliyyətinə cəlb edildilər. 4 nəfər üzrə hökm çıxarıldı. Eyni zamanda 20 nəfərdən çox Azərbaycan vətəndaşını Rusiya Federasiyasına aparan cinayətkar qrup zərərsizləşdirildi. Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə idarəsinin fəaliyyəti kifayət qədər şəffafdır. Qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulan kifayət qədər şəffafdır və mətbuat orqanları da istədiyi məlumatı həmin orqandan əldə edə bilərlər. O qaldı cinsi istismara cəlb olunmuş şəxslər barədə məlumatın sona qədər araşdırılmaması. Mən bundan razıyam. Azərbaycanda insan alverinə qarşı mübarizə haqqında milli fəaliyyət planı mövcuddur və milli fəaliyyət planının əsas normalarından biri aşkar olunmuş cinayətkarlara qarşı mübarizənin şiddət şəffaflığının təmin olunmasıdır. Və bu şəffaflıq da təbii mətbuatda gedən informasiya Daxili İşlər Naziri dərhal reaksiya verməlidir. Ya faktı yoxlanmalıdır, təsdiq etməlidir, həqiqətən belə fakt mövcuddur və yaxud da təksib verməlidir ki, belə faktlar yoxdur. Azərbaycanda insan alverindən bağlı faktların spektri necədir? Yəni, qul əməyi, sonra cinsi istismara məruz qoyma, insanların qanunsuz daşınması, əmək fəaliyyətinə qanunsuz cəlb edilməsi, ümumi vəziyyət spektri necədir? 3 kateqoriyadır. Yəni, bunlar insanların qanunsuz daşınmasıdır. İnsanların qanunsuz daşınmasına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyəti müəyyən edən əməl nəzərdə tutmayıb. Baxmayaraq ki, Azərbaycan BMT-nin transmilli mütəşəkkil cinayətkarlara qarşı konvensiyasına qoşulub və həmin konvensiyanın əlavə olunmuş protokolu da imza qoşulub, öhdəlik götürüb ki, mən insanların qanunsuz daşımasını cinayət məsuliyyəti yaradan əməl kimi cinayət məcəlləsində nəzərdə tutacam. Amma buna görə cəzalandırma institutu yoxdur. Cəza institutu müəyyənləşdirilməyib Azərbaycanda. İkinci, ötən həftə Azərbaycan Respublikasında Milli Məclisi Cinayət Məcəlləsində əlavə dəyişiklik elədi və dəyişikliyə görə məcburi əmək sanksiyası olduqca ağırlaşdırıldı və hesab edirəm bu insan alverinə qarşı mübarizədə çox normal bir hadisə olacaq. Amma Azərbaycanda müəyyən edilən insan alveri ilə bağlı müəyyən edilən faktların böyük əksəriyyəti cinsi istismara cəlb etməklə bağlıdır. Məcburi əməklə bağlı bu il ilk dəfə Azərbaycanda hökm çıxarıldı. 14 nəfər Azərbaycan vətəndaşını Rusiyada məcburi əməyə cəlb edib donus fermasında qul kimi işlədən Azərbaycan vətəndaşlarının cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi həll olundu. Baxmayaraq ki, Azərbaycanda məcburi əmək faktları cinsi istismar faktı ilə müqayisədə daha çoxdur, amma bugün Azərbaycanda daha çox cinsi istismara qarşı mübarizə mövcuddur. Məcburi əməyə qarşı mübarizə hələ yeni başlayan bir institutdur, amma artıq buna da başlanır. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin yaxınlarda hesabatı dərc olunacaqdır və bəzi media orqanlarının yazdığına görə bu hesabatda Azərbaycana qarşı, məmurlara qarşı sanksiyalar tətbiq edilə bilər. Belə mümkündür. Ümumiyyətlə, Dövlət Departamentinin qiymətləndirilməsi necədir? ABŞ Dövlət Departamenti hər il dünyada insan alverinə qarşı mübarizə ilə bağlı illi hesabat yayır və növbəti ayda həmin hesabatın dərc olunmacağı gözlənilir. Hesabatın münasibətləri müxtəlif olur. Kütləvi informasiya vasitələrində yayıldığı kimi ABŞ Dövlət Departamenti, mən hesab eləmirəm Azərbaycanı 3-cü qrupa salmaq haqqında qərar qəbul eləsin. Mən hesab edirəm, əvvəlki illərlə müqayisədə Azərbaycanda insan alverinə qarşı mübarizə xeyli inkişaf edib. QT-lərlə dövlət orqanları arasında əməkdaşlıq mövcuddur. İnsan alveri qurbanlarının müdafiəsi institutu formalaşmaq üzrədir və məcburi əməklə bağlı, ev qulluqçuluğu ilə bağlı, orqanların transplantasiyası ilə bağlı işlər üzrə ilk dəfə olaraq Azərbaycan Respublikasında hökmlər çıxarılıb. Və əvvəlki illərdə bu əməllərin heç birini cinayət kimi sübut eləmək belə mümkün deyildi. Ona görə mən hesab edirəm ki, ABŞ Dövlət Departamenti hesabatı hazırlayanda bütün bunları nəzərə alacaq və mən hesab etmirəm ki, bizim kütləvi informasiya vasitələrində dərc olunduğu kimi Azərbaycan hazırda 2 nəzarət qrupundadır. Məlumata görə 3-cü qrupa salınacaq. Bu görünmür. Mən hesab edirəm 2 nəzarət qrupundan çıxarılıb 2-ci qrupda saxlanıla bilər Azərbaycan. Bu mənim bir ekspert kimi fikrimdir. Çünki Azərbaycan doğrudan da əvvəlki illərlə müqayisədə baxmayaraq ki, çatışmayan hallar mövcuddur, baxmayaraq ki, məmurların məsuliyyətə cəlb olunması halları olmayıb, amma digər sahələrdə inkişaf mövcuddur. İlk dəfə olaraq Azərbaycanda insan alveri qurbanları onlara vurulmuş maddi və mənəvi ziyana görə məhkəmədə kompensasiya iddia adresi qaldırdılar və həmin iddia təmin edildi.
Yəni bu ilk dəfə olan ki, bu nə Gürcüstanda, nə Ermənistanda belə fakt yoxdur, amma Azərbaycanda bu olub artıq. Amma elə ciddi inkişaf da nəzərə çarpmır. Çünki ötən hesabatlarda tənqidlər səsləndirilmişdi ki, əgər rəlləyiş olmasa 3-cü qrupa salınacaq. Bəli. Ötənki ən böyük iradlardan biri o idi ki, Azərbaycan insan alverinin məcburi əməyə qarşı mübarizədə siyasi iradə nümayiş elətdirmək gücündə deyil. Amma hesab edirəm ki, siyasi iradə nümayiş etdirildi və Azərbaycanda bu il onlarla firmalar milyon manatlarla sanksiyalara tətbiq olunub. Yəni məcburi əmək şəraiti yaradan hallara qarşı mübarizə üçün ən yaxşı göstəricidir bu. Və bu hesabat da mən hesab edirəm daha çox siyasi hesabatdır. Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində ideal şərait əldə etmək üçün bu sahədə doğrudan da bu sahəni himayə edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qərarlar qəbul etməlidir. Və ABŞ Dövlət Departamentinin məqsədi mən hesab edirəm bunlar ibarət.